Jurnalist. Necəsən Zosi? New York'dayım. Necə olum Zosi? New York'da Əla. həmişə əlayıq. Gəlmişik Həmişə. biz 2 günlük New York'a və fikirləşdik ki, sizin YouTube'da bizə verdiyiniz sualların bir neçəsini burada cavablayaq. Deməli, ilk sualımız gəlib İlahə Ümiddən. Sual belədir. Çoxsu elə bilir ki, ora getdin, 1 saat işlədin, 60-70 dollar qazandın və bir aya mükəmməl pullar toplayırsan. Bu mifi də qıra bilərsiniz, yoxsa elə çoxsu düz deyirmiş? Çoxsu düz demirmiş. Yəni, bilmirəm, sən nə fikirləşirsən? Məncə bu iki tərəflidir. Burada əgər biz çox sadə işlərdən danışırıqsa, yəni bir peşə işindən deyil, sadə işlərdən danışırıqsa, for living pul qazanmaqdan danışırıqsa, 1 saata 60-70 dollar məncə heç kim qazanmır. Qazanan var. Bəlkə bilirsən hansı işlərdə özləri gedib servis göstərən insanlar gedib məsələn saatına rate qoyub pul qazana bilir, amma onlar da normalda stabil hər gün 8 saatlıq işlər olmur. Ona görə aşağı-yuxarı götürəndə yenə də hər gün işləyib həftə içi 60-70 dollar saatına qazanan, yəni 40 saat işləyib 60-70 dollar saatına qazanan normal belə sadə işlərdə yoxdur. Amma məsəl üçün burada çox populyar idi. Bir müddət insanların çoxsu IT sahəsinə yönəlirdi. İçi biz qarışıq, mən qarışıq və orada sən bu məbləği qazana bilərsən. Amma onun üçün də sən bir təhsil alırsan, nə bilim, kimsə bootcamp bitirir, kiminsə technical background-u var və burada onu inkişaf elətdirir və gedir o sahəyə. O sahədə sən hansısa nöqtədə o pulları qazana bilərsən. Yəni mənim fikrim budur. Əgər servis sektorundan danışırıqsa, bu 40 saat həftə içində işləyib 60-70 dollar qazanmağa gəlmir. Bəzən çox da ola bilər, amma bəzən az da ola bilər. Bu stabil bir gəlir deyil. Mən bu sualı oxuyanda daha çox belə gözümdə formalaşan o oldu ki, bura Azərbaycanlılar belə gəlir, yəni həmvətənlərimiz və onlar nə edirlər? Gəlirlər, çox işləyirlər, məsələn, gündə 10 saat, 12 saat işləyirlər, çox yaxşı pul qazanırlar və gedirlər Bakıya, məsələn, torpaq alırlar, ev alırlar falan. Əslində bu mümkündür. Yəni, əgər sual buyursa, Amerikada bunu eləmək mümkündür. Amma o, sənin Amerikada normal həyatın demək deyil. Yəni, elə yaşayan insanlar da mən çox gördüm. Xüsusilə belə post-sovet ölkələrindən gələnlər ki, gəlirlər, burada bir dənə evdə, məsələn, 5 nəfər, 6 nəfər yaşayırlar. 10 nəfərə qədər xərcləri çox az olur və məqsədləri ancaq gündə 8, 9, 10 saat işləyərək, məsələn, Uber eləmək belə, həqiqətən o pulları qazana bilərsən. Məsələn, ilə 100 min, 150 min qazanıb və çox minimal xərclə sən o pulu götürüb öz ölkəvə apara bilərsən. Yəni, bunu eləmək mümkün, amma bu həyat deyil. Sən elə bil ki, o qazandığın vaxtda özündən itirirsən də. Biz, məsələn, elə bir həyat üçün bura gəlməmişik ki, biz bura daha çox immiqrasiya eləmişik. Yəni biz bura köçüb artıq məsələn Bakıda necə yaşayacaqdıqsa, öz həyatımızı burada yaşamağa çalışırıq. Ən azından o standartları burada özümüzə qurmağa çalışmışıq. Daha yaxşı şəraitdə yaşamışıq, daha yaxşı rayonlarda yaşamışıq və onu eləməyə davam edirik. Normal həyatı yaşamaqdan gedirsə söhbət, qazanc bəli 100% daha çoxdur, maaşlar 100% daha çoxdur. Amma xərclər də daha çoxdur. Amma xərclər də o qədər çoxdur deyə, yəni böyük bir gəp alınmır, yəni böyük bir fərq eləmir də. Yəni qazandığımın yenə də 50-60%, 70% gedir deyə belə kosmik qiymət qazanclar, nə bilim, kosmik sonra o pula nələrsə eləmək o qədər də real deyil. Amma dediyim kimi, sən əgər bura gəlirsənsə o məqsədlə belə biznes planla ki, mən önümdəki 3 ili ev almaq üçün öz həyatımı xərcləyəcəm və öz həyatımı buna xərcləyəcəm, həsr eləyəcəm. Mümkündür. Növbəti sualı oxuyuruq. Elkin Cəfərli 9205 soruşur ki, sizcə community ilə iç-içə yaşamaq yaxşıdır, yoxsa öz əlim, öz ayağım prinsipi ilə minnətdaram? Yəqin ki, balans, hər şeydə balans. Bizim yəni həyat mottolarımızdan biri odur ki, hər şeydə balans çox gözəldir.
Belə bir şey var, düzdür. Burada yaşayanda mən onu çox eşidirəm Azərbaycanlı immiqrantlardan ki, kimlə tanış olursan, hamı öz xalqından şikayət eləyir və ilk məsləhət hamının sənə odur ki, hə nə edirsən elə Azərbaycanlılardan uzaq dur. Yəni bu da mənə elə gəlir ki, biraz too much-dır. Yəni şişirdilmiş bir şeydir. Çünki əslində niyə biz Azərbaycanlılardan immiqrantlar olaraq danışıram da daha çox narahat oluruq? Çünki biz öz mədəniyyətimizi əlbəttə daha ən yaxşı öz mədəniyyətimizi tanıyırıq. Yəni məsələn Amerikalı biri ilə oturub 3 dəfə, 5 dəfə, 10 dəfə görüşsən də sən tam tuta bilmirsən də onun arxa fikri nədir, ima elədimi, nəsə. Amma Azərbaycanlı yəni oxuya bilir. Və əlbəttə ki, ona görə hə daha yaxşı tutursan da onun müsbət və mənfi cəhətlərini. Ona görə mən bu mövzuya biraz daha belə fəlsəfi yanaşıram ki, məsələ Azərbaycanlılıqda deyil. Hə, əlbəttə yəni insan insanda hər yerdə. Amma sən bu haqda bayaq belə maraqlı fikir səsləndirdin ki, özümüzkünə daha çox kömək eləyə biləriksə və özümüzkündən nəyisə öyrənib, nəyisə məsləhət ala biləriksə, bu bizim üçün böyük bir lüksdur. Amerika kimi çox uzaq bir yerdə, yəni vətənimizdən çox uzaq bir yerdə, əgər vətənimizdən parçalar varsa, biz bunun yəni müsbət tərəflərini cherish etməliyik, yəni müsbət tərəflərinin dəyərini bilməliyik. Düzdür. Qatılıram Zosi sənə. Mən də öz fikrimi bildirim bu barədə. Ümumiyyətlə hamını bir community-nin parçası kimi generalize eləmək də istəmirəm, sözün düzü. Çünki uzağa getməyək, biz Azərbaycanda da nə qədər insan yaşayır, amma sən hamı ilə içicə biçicə yaşamırsan da. Yəni ki, yaxın dostların olur, yaxın tanışların olur, adi tanışların olur. Yəni insanları sadəcə olaraq öz dəyərləri və öz personality-və görə, yəni daha yaxına, daha uzağa ona görə bəlli edirsən. Ona görə burada da mən o community-dir, ona görə mən ondan uzaq tutum, mən uzaq durum, elə bir fikrə tamamilə qarşıyam deyə bilərəm. Çünki özüm immiqrant olaraq Amerikaya gələndə ilk yardımları da bu hər cürə, yəni yardım deyəndə də yəni adi qısa bir məlumat belə burada çox böyük vaxt itkisinə, nə bilim enerji itkisinə gətirə bilər. Ona görə bəzən çox cüzi bir məlumatı belə sən özünkündən daha tez ala bilirsən və onlar bu yolu artıq keçmiş insanlar kimi səni düzgün yönləndirə bilərlər və biz o köməyi görmüşük öz həmyerlilərimizdən. Özümüz də məsələn mən deyə bilmərəm ki, community-dən heç bir fayda görməmişəm. Kəsinliklə elə deyil. Çünki həqiqətən də kiçik biznesim olanda belə, məsələn, hansısa client base-i falan da belə mən müştərilərimi də belə götürmüşəm onların sayəsində, onların köməyi ilə və özüm də çalışıram əlimdən gələn qədər hər necə kömək ola bilərəmsə, kömək olum o yolu. Çünki mən də keçmişəm, ona görə çalışıram özüm də kömək eləyim. Yəni bu belə community-dir deyə uzaqdır, community-dir deyə yaxındır fikri deyil. Mən düşünürəm ki, insanlarımızı sadəcə olaraq seçirik. Amma praktik olaraq məsləhət əgər istəsəniz, yəni 10 illik keçmişimizə və təcrübəmizə dayanaraq onu deyə bilərik ki, məsələn, onu da mən səhv görürəm ki, belə gəldiyin kimi ancaq Azərbaycanlıları ətrafında tutursan və ölkə ilə, mədəniyyətlə heç bir şəkildə inteqrasiya yaşamırsan, yəni sən assimilə ola bilmirsən. Bu da çox məncə yanlışdır. Fərqi yox, mən məsələn Türkiyədə təhsil alırdım da, onda da onu gördüm ki, bizim xalqda, yəni ki, hər xalqda o var, yəni öz insanını tapır və onunla belə bir icma yaradılar, kiçik bir icma və oradan qırağa çıxmırlar. Yəni sən o Türkiyəni təcrübə eləmədin də bir tələbə olaraq. Mən məsələn daha çox sevirəm ki, o mədəniyyətə də hardasa girməyi və onun daha çox yaxşı tərəfini də görsən. Çünki başqa cür olsa sən Amerikada yaşayacaqsan, amma sadəcə Azərbaycanlı bir icmanın içində yaşayacaqsan və adı oldu ki, yəni sən sadəcə başqa ölkədəsən, amma o ölkəyə tamamilə yəni uyğunlaşa bilməmək də məncə biraz 100% səhv olardı. Bir fikir də əlavə eləmək istəyirəm. Ümumiyyətlə Azərbaycan community və yaxud başqa community deyil. Bizim kimi o qədər başqa xalqların da communityləri, icmaları var ki, onlardan da çox faydalanmışıq. Uzağa getmirəm. Məsələn, bizim yaşadığımız DMV areada yaşayan rus dillilərin bir qrupu var, Facebook qrupu var. Mən ilk gələn kimi yadımdadır, mənə dedilər ki, Ayşəl
mövzuma qrupa əlavə elə. Çünki onların bildiyini heç kim bilmir. Və həqiqətən də elə idi. Məsələn, uşaqlar üçün aktivitelərdən tutmuş, məktəbdə baş verən sistemin dəyişiklikləri, bəzi şeylər bizim üçün o qədər yeni idi ki, hələ də artıq 10 ildir buradayam və uşağım middle school-a başladı. Sonra elementary school-dan başladı. İndi middle school-da oxuyur və hələ öyrənəcəyim o qədər şey var ki, və onların sayəsində bunların hamısını öyrənirəm. Mən elə gəlir community deyəndə biz daha çox o sırf bir icmaya özümüzü yaxın tutmağa çalışmağımız deyil. Sadəcə olaraq bizim yolumuzu artıq keçmiş və həm bizə faydası ola biləcək və bizim də faydamız ola biləcək insanlardan ünsiyyətdə olmaq məncə önəmlidir. Qatılıram. Yəni təzə gələndə Zosi demiş, çox kömək eləyir sənin bizim həmin postsovet ölkəsindən gəlməyimiz, həm türk dilini bilməyimiz. Bunların yəni 100% istifadə eləyin. Əgər bura köçməyi planlayırsınızsa, çox böyükdür onlarda təbii ki, kəmiyyət, daha çox insan var, daha çox fürsət var. Mən də ilk gəldiyimdə türklərin yaşadığı bir binada yaşayırdım. Qonşuların hamısı türk idi. Təbii ki, ilk gələndə bu sənə bir komfort hissi verir. Nəinki heç Amerikalılar sizə deyim, səni heç evinə, yəni binasına almır da ilk gəldiyində. Yəni o da bir çətin bir prosesdir. Çünki burada xüsusilə otaq kiralayırsansa, o da ayrı geniş bir mövzudur. Bu sizə maraqlıdırsa ayrıca danışarıq. Yəni sən gəlmisən xarici bir ölkədən, o deyəlim ki, o evdə ancaq Amerikalılar yaşayır. Sən gəlirsən intervyu kimi, səndən müsahibə kimi alırlar ki, səni o evə yaraşdırırlar yoxsa yox. O da biraz belə qırıcı bir prosesdir. Mən onlardan keçmişəm və səni almırlar. Sən də deyirsən, okey, məni kim alacaq? Gəlirsən türklərin binasına anında alırlar. Çünki qardaş millət. Yəni bunun faydaları da var. Ona görə qaçmamaq lazımdır. Öz insanlarımızdan qaçmamaq lazımdır və bu şeyi mən heç sevmirəm. Məsələn, ən son Qaradağdaydım. Çoxlu türklər görürdüm və türklər inanılmaz çox türk turist var və bir qrup türk turist, o bir qrup türk turisti görəndə deyir ki, ay bu türklər hər yerdə. Amma sən də türksən də, yəni sən də hər yerdəsən də. Nə olub? Yəni öz insanını sevməmək nəyin kompleksidir də? Əgər öz insanını sevmirsənsə, terapiya gör, başa düş ki, özündə nəyi sevmirsən və ona görə o insan səndə nəyi qıcıqlandırır özünlə bağlı. Bunu bir sosial mesajla bağlamaq istədim. Növbəti sualımız Aygün 10.01-dən gəlib. Tayda qərarsız qalmışdı. Fikrim o qədər yayındı. Onsuz da we cannot use it, Zosi. I'm like, gedək başqa yerdə çəkək. Zəlzələdir. Mümkün deyil. Fikrimi də toplayam. Biz yer binaların arasında, yuxarıda. Mən uçmuşam. Bayaqdan ona baxdım, göyərçinə bax. Sil onu sırası. Biz bayaqdan bu göyərçin bizim fikrimizi yayındırır. Ona görə qərar verdik ki, gedək başqa yerdə çəkək. Aynen. Zosi, gəl səni biraz göyərçindən çəkim. Biraz vlog səhnələri. Sumqayıtı xatırlatdı mənə. Sumqayıtda da bir göyərçin var. Göyərçin abidəsi. Amma göyərçin abidəsi deyil orada. Göyərçinin belə bir simvolu var. Və göyərçinin bir aleykası var. Orada gedib gəzirdik. Bu da New York'un göyərçini. Bu arada biz Highline parkındayıq. New York'un belə ən simvolik parklarından biridir və xüsusi fərqli cəhəti odur ki, yuxarıdadır və əvvəllər bura qatar yolu keçib buradan və bu qatar yolu New York'un bütün ərzaqlarını daşıyırmış New Yorklulara 100 il əvvəl və indi ona görə artıq o qatar yoluna ehtiyac qalmadığı üçün kapitalizm daha çox inkişaf etdiyi üçün indi buranı çox gözəl park eləyiblər. Yəni inanılmaz çox gözəl. İnsanlar gəlir axşamları, səhərləri, günortalar. Axşamı niyə point out elədim bilmirəm. Yəni insanlar gəlir və burada gözəl vaxt keçirdik. Amma biz yavaş-yavaş avtobusumuza getməliyik. Gecikirik. Gecikirik. Yavaş-yavaş gedək avtobusumuza doğru. Amma biz bu üçüncü suala hardasa cavab verəcəyik, right? Üçüncü sualı mütləq cavablayacağıq. Mütləq cavablandıracağıq. Bugün olmasa da bir gün. Qayıtmışıq doğma Virginiyamıza. İndi hal-hazırda burada dəhşət soyuqdur. Elə ancaq sevinmişdik ki, yaz gəldi. Hava bizi təəccübləndirməyə ərinmir, üşənmir. İtin soyuğu var bayırda. Nənəmin sözü olmasın. Elədir biraz. İti bağlasan küçədə durmaz. Bax, elə soyuqdur. Biz də qayıtmışıq artıq. New York'un hələ də aftertaste-i ağzımızda, dilimizdə qalıbdır. Çox gözəl anlar yaşadıq Zosi ilə. Biz imkan daxilində çalışdıq New York'da gəzərək də və oradakı gözəl mənzərələrlə də sizin bəzi suallarınızı cavablandıraq. Sadəcə bir sualımız qaldı cavabsız. Zaman qıtlığımız olduğu üçün çatdırmadıq. Ona görə onu buradan
indi səsləndirəcəm. Deməli, sualımız gəlib Aygün 10:01-dən. Çox şirinsiz birlikdə deyib. Çox sağ olun. Mənim yerimə də elə Zosi. Əla da mövzu seçmisiniz. Amerikada yaşayışdan nə qədər danışsam bitməz. Doğrudan da elədir. İdeya olaraq əminəm çox insan maraqlanar Amerika və Azərbaycanda yaşayışı detallı müqayisə etməklə. O deyir sual var, ora yaxşıdır yoxsa bura? İstərsən sən başla Zosi. Mən başlaya bilərəm. Bu çox geniş bir sualdır. Ora yaxşıdır yoxsa bura yaxşıdır sualına mənim şəxsi cavabım sizə maraqlıca. Mən deyirəm, nə ora yaxşıdır, nə bura, heç biri. Bu dəqiqə dünya, dostlar, dünyada nələr baş verir fərqindəsiniz. Bilmirlər, Zosi başları qarışıb şəkər bura bağlama pişirmir. Yəni hal-hazırda dünyanın hansı nöqtəsi yaxşıdır soruşsanız, mən buna obyektiv cavab verə bilməyəcəm. İkimiz də yəqin ki. Eynən, mən də eyni fikirdəyəm. Bir də bu suala biraz daha belə cavab verə bilərəm ki, harda yaşasanız istər-istəməz o birisi tərəf sizə daha egzotik görünməyə başlayır. Hansısa bir müddətdən sonra doğrudan elədir. Adiləşir sənin üçün yaşadığın yer. Yes, biz məsələn ilk 3 il, 5 il burada yaşayanda təbii ki, böyük görürdük də fərqləri, nə bilim, kontrastı çox yaxşı görə bilirdik, amma artıq burada oturmuş bir həyatımız olduğu üçün məni indi məsələn o tərəflər daha cəlb eləyir. Yəni o tərəfləri belə necə ki əminəm ki, indi Bakıda oturan, Azərbaycanda oturan insanlara belə Amerika çox egzotik, çox belə fərqli bir şey kimi görünür. Dünyanın ən super ölkələrindən biri kimi görünür. Burada yaşasaydınız əmin olun, harda yaşayırsansa ora sənin evinə çevrilir və evdə adam həmişə darıxır. Və bir də rutinə çevrilir artıq. Həyatın bir rutinə çevrilir. Harda olursan ol. Yəni o deməkdir ki, sənin işin də burdadır. Sən demiş rutin həyatın da burdadır. Zibili də burada atırsan, paltarlar burada yuyursan, evi də burada yığırsan. Bura oca sənin üçün Amerikadan çıxır biraz da. Bura oca olur sənin gündəlik həyatın, hansında ki problemlər də artıq harda yaşayırsansa orada daha çoxdur. Daha çox problem sənə toxunur. Problem də deyil, yəni sadəcə olaraq artıq həyat burada davam eləyirsə, burada yəni üzləşdiyim bir çox şey var. Hətta mən deyərdim ki, Azərbaycanla müqayisə edəndə burada insanın rastlaşdığı o xırda-xuruş, adamın çox vaxtını aparan işlər o qədər çoxdur ki, bəzən hansısa bir xırda bir problemi çözmək üçün hansısa müştəri xidmətinə zəng vurursan və sənin günün bitdi, sən bütün günün ona gedir ki, sən bir koldan o birisi kola oppanasan, saatlarla xəttə gözləyəsən. Mən elə gəlir Azərbaycanda bəzi belə bu kiçik xırda şeylər bu daha dərəcədə deyil. Deyil. Buradakı bürokratiya yəqin ki, mənim üçün də buranın ən böyük mənfisi Amerika. Ən böyük mənfisi yəqin ki, siyasi işlər, amma oraları danışmayaq. Bürokratiya ən böyük yəqin ki, şəxsi fərdi leveldə bizə təsir edən ən çox bürokratik problemlərdir ki, hansısa bir dövlət strukturu ilə hər hansı bir o qədər uzun proseslərdir ki, bunlar yəni dünyanın heç yerində, bilmirəm dünya heç yerində, amma nə bilim, yəni Türkiyədə də yaşamışam, Avropada da, Azərbaycanda da burdakı dərəcədə heç yerdə görməmişəm. Yoxdur. Mən məsələn Azərbaycanda 3 ay sonra doctor's appointment götürməmişəm. Həkimə getməliyəm. Canım ağrıyır. Zəng vururam, appointment götürün və burada Azərbaycandakı kimi deyil məsələn. Azərbaycanda maksimum yəqin ki, orada da yadımdadır ki, olurdu. Bir həftə sonra gələ bilərsiniz və yaxud emergency-sə gedirsən, xahiş edirsən, xahiş, minnət. Bir də gördün səni ora saldılar. Amma burada elə şey yoxdur. Mən bir həkim üçün 3 ay gözlədim və yaxud nə bilim diş həkimi üçün 4 ay gözlədim. Yəni burada biraz o işlər çox fərqlidir. Çünki işin içinə sığorta girir, o girir, bu girir. Azərbaycandakı kimi deyil qiymətlər. Yəni təbii ki, burada tanıdığımız bir çox insanlar yayı gözləyir ki, yay gəlsin, gedim orada bütün kosmetoloji prosedurlarımı eləyim, gedim dişlərimi düzəltim, gedim saçlarımı rənglətirim. Çünki burada bütün hər şey çox bahadır. Ona görə yəni belə detallara girəndə təbii ki, başa düşürsən ki, hər şeyin, hər yerin öz mənfisi və müsbəti var. Bir də sən bayaq dediyin kimi yaşayandan sonra, bir müddət yaşayandan sonra burada artıq sən evə çevrilir və orada həyatımızın hansısa dönəmində bizim evimiz olub. Burada indi bizim evimizdir. Ona görə deyə bilmirsən ki, ora yaxşı idi və yaxud bura yaxşı idi. Fərqli həyat dönəmimizi yaşayırıq, fərqli ölkələrdə yaşayırıq və Azərbaycanda o qədər gözəl günlərimiz olubdur ki, bir də yəqin ki, bu müqayisə əslində biraz məntiqli bir müqayisə də deyil. Azərbaycan kimi balaca ölkə ilə Amerika kimi çox böyük ölkəni müqayisə eləmək belə hardasa
məntiq yoxdur bunu eləməkdə. 10 milyonla 350 milyonun yəni necə müqayisə edə gülməli bir müqayisədir və yaxud bütün digər faktorları, nə bilim, ekonomik faktorları, bütün digər faktorları, geopolitik faktorları da nəzərə alsaq, biraz gülməlidir, amma anlayıram bu sualın niyə gəldiyini. Çünki biz həm Azərbaycanda yaşamışıq, həm burada və fərqli olaraq oxşar tərəfləri var ki, nələrisə burada təcrübə eləmişik. Orada da təbii ki, buna görə insanların bu sual verməyi də məntiqli gəlir. Müsbətlərindən məsələn buranın hansı ki, Azərbaycanda bizim üçün daha az idi, onu deyə bilərik ki, şəxsi azadlıq. Biz Amerikanın bəzi üstünlüklərindən bundan öncəki epizodlarımızda da daha detallı danışmışıq. Əgər siz bizim kanalımıza yeni gəlmisinizsə, çox məsləhət görərik. O videolara bir daha girib bizim YouTube kanalımızdan baxa bilərsiniz. Və sözümü ona gətirməyə çalışırdım ki, sən dediyin kimi o personal space dediyin şeyi çox gözəl anlayıram. Onu mənə elə gəlir bir sözlə Azərbaycan dilində ifadə eləmək çətindir. Çünki mənə elə gəlir ki, biz bir neçə mövzuya toxunmalıyıq. O personal space anlayışını insanlara çatdırmaq üçün. Yəni bunun tərcüməsini də deyək, yəni bəlkə bilməyənlər varsa, şəxsi məkan, şəxsi alan türklər deyir, amma sənin elə bil ki, şəxsi ərazin, torpağın, kupça. Oh my God. Great minds think alike, they say. Yes, and laugh alike. Bir də ki, biz o günlərin bir dənə Zosi mənim dinləyənlərim bir dənə video göndərib. Hardakı fun fact var. 2 yaxın dost bir yerdə olanda onların IQ səviyyəsi aşağı düşürmüş. Biz bu haqqda ayrıca danışarıq. Bunu sadəcə great. Çünki dedim özümüzə great minds think alike, bəlkə not that great at all. Not that great, yeah. Yeah. Anyways, qayıdıram o mövzuya. 3-cü dəfədir çalışıram giriş. Həmin o şəxsi territoriya dediyimiz məcazi mənada, yəni zarafatca dediyimiz həmin o anlayışı biz bir çox şeyə burada apply edə bilirik. Məsələn, o günlərim elə biz bunun müzakirəsini edirdik Zosi ilə New Yorkda gəzə-gəzə ki, yadımıza gəlir, məsələn, Azərbaycanda tələbə vaxtı ikən universitetə gedirdim və mən də metrodan istifadə edirdim, o da metroda istifadə edirdi və o insanların çox mehribancasına, dəhşətli, gərəkdiyindən daha çox mehribancasına eyni alanda qatara səni itələyə kimsə salır. Qatardan sən başqa istəmədiyin bir stansiyada çıxırsan. Belə bir ki, səni aparırlar da. Yəni sən addım atmağa ehtiyac var. Və sən onun fərqinə, sənin üçün orada normal deyinirsən, edirsən ayda, yenə nə qədər insan falan, amma eyni zamanda da Azərbaycan standartlarına görə o qədər normadır ki, deyinirsən, amma yenə də onu eləyirsən. Həyatının bir parçasıdır. Bir parçasıdır yəni, onu eləyirsən. Amma burada biz personal space-in nə olduğunu mən şəxsən yəni daha çox gördüm. Hətta indi Avropaya da getmişəm, İstanbulda da yaşamışam, amma Avropada belə mən o mədəniyyəti çox görməmişəm. Yəni ki, orada məsələn sıra mədəniyyəti Türkiyədə də, Avropada da 100% var. Bizdən çox daha inkişaf eləyiblər. Orası elədir. Amma buradakı o personal space biraz daha belə bilirsiniz necə şeydir. Yəni heç kəs sizə toxuna bilməz. Yəni siz eyni yerdən belə çox dar yerdən belə keçirsinizsə, hamı çalışır ki, yəni sənin şəxsi bütünlüyü və hörmət eləsin və heç kəs sənə toxunmamağa çalışır. Yəni bu burada yəqin ki, ən sevdiyimiz və artıq buna öyrəşmişik. Artıq ora qayıdanda, xaricə gedəndə özümüzü belə hiss edirik ki, kimsə mənə toxundu da, yəni sən niyə mənə toxundun? Azərbaycanda insanların bir-birlərinə belə uzun-uzun baxmaqları gəzəndə, mən bilmirəm, yadımdadır ki, Targovda falan belə gəzirsən, sahildə gəzirsən, görürsən ki, hamı bir-birinə belə uzun-uzun baxır. Çox mənalı. Başa düşmürsən ki, səni o an mühakimə eləyir, səni judge eləyir, sənin tərzini bəyənmir, yoxsa bəyənmir. Heç bir emosiyasız baxır da, yəni belə zillənib baxır da. Tam anlamıyla bu sözü. Burada mən təzə köçəndə başa düşdüm ki, heç kim vecinə deyil. Yəni heç kim səni belə oturur judge kimi baxmır da. Yəni yoxdur elə şey. Mən görmürəm burada. Çox nadir hallarda, o da yəqin hansısa bizim qonşularımızdandır deyə bilərəm. Çünki bizdə məsələn o burada da mən onu müşahidə eləyirəm. Olur ki, gedirsən baxışlardan artıq kimin hansı ölkədən olduğunu anlaya bilirsən. Məsələn o da çox belə fərqlidir. Bir də ki, Azərbaycanda mən çox görürdüm ki, çox normaldır. Uşaqla gedirsən, nə şirindir. Ay. Bir də gördün març götürdü, öpdü. Really? O belə olur zoşlar. İndi bəlkə insanlar, valideynlər daha protektivdir. Mənə elə gəlir yeni nəsil belə şeylərə daha çox diqqət eləyir. Amma indi mən hələ 20-lərimdə olanda
görürdüm ki, o hələ də normal yanı qarşılanırdı. Bir Mhm. tanımadığı bir uşağı birinci dəfə görür, götürür, öpür, qucaqlayır, qucağına alır. Hətta Zosi, o gün məsələn bir video çıxıb qarşıma. Bakıda hansısa restoranda çəkilib o video. Paradır, gəlibdi uşağı ilə restorana yemək yeyirlər və ofisiant gəlir, uşağı götürür qucağına, aparır, onu gəzdirir. Yəni əslində bunun sweet tərəfi də var. O da çox belə adam Yəni gigiyenanı düşünməsən çox sweetdir. Çox sweetdir. Gigiyenanı düşünəndə bir başlayırsan sual etməyə. Hə, amma eyni zamanda o mənzərə çox şirin gəldi mənə. Mhm. Amma sən demiş onun belə bir alt yazılarını düşünəndə başa düşürsən ki, okay, it's not that right. Yes. Bəlkə olmasa daha yaxşı olar. Yəni burada elə şeylər yoxdur. Burada, Burada- sən kiminsə uşağına söz deyə belə bilmərsən. Burada məsələn hətta sənin itinlə belə kimsə gəlib sığallamaq istəyəndə iti belə səndən icazə alırlar ki, olar mən sənin itini sığallayım, icazə verirsən. Yəni mən özüm də məsələn kiminsə itini sığallamadan mütləq soruşmaq lazımdır. Çünki normalı budur yəqin ki. Yəni biz bunu burada çox sevirik və öz həyatımıza da təbii ki bunu buradakı müsbət kimi götürmüşük. Amma Zosia o gün deyirəm təsəvvür elə ki, sən məsələn Avropalısan, turistsən filan, Azərbaycandasan. Bizdə də belə bir mədəniyyət var da. Kimsə belə təsadüfən ayağa toqquşanda bir-birimizin qolunu sıxırsınız da. Əlindən tutmalıyıq və bunu məsələn avtobusda da eləyirik, bir-birimizə universitetdə, məktəbdə, harda oldu, kiminlə toqquşsan. Düzdür. Və təsəvvür et sən də şəhərdə gəzən bir Avropalısan, birdən kimsə gəlir əlindən belə tutur da. O qədər anormal görünəcək də bu deyə düşündüm. Onu belə düşündüm. Amma eyni zamanda da bizim mədəniyyətin içində bunu çox sevirəm. Yəni sevdiyim bir Mən də çox şeylərdən, sevirəm. inanclardan biridir ki, toqquşduqsa bir-birimizə toxunmalıyıq. Yəni Qonaqpərvərliyini bir də müsbəti deyə var. bilərəm. Məsəl üçün biz burada onu da experience eləmişik. Mən ancaq həyatımda bir dəfə housewarming üçün qonaq qəbul eləmişəm. O da ikinci köçdüyümüz ev var idi. Orada daha çox həyət evləri idi və daha çox ağ amerikanlılar yaşayırdılar və biz ora köçəndə hələm housewarmingin nə olduğunu bilmirdik. Qonşuluğa yeni bir insan köçəndə onlar gedirlər, şirin bir qab yığırlar. Adətən crispy rice göndərirlər. Crispy rice burada şirin, qızardılmış, amma eyni zamanda da yumşaq, şirin düyüdür və o elə bir qonaqpərvərliyin bir rəmzidir onlar üçün və hansısa qonşuluğa yeni bir qonşu köçəndə onlar həmin onu bişirirlər və qabda onu aparırlar ki, və deyirlər xoş gəldin bizim qonşuluğa. Və mən onu həyatımda burada ancaq bir dəfə experience eləmişəm. O da həmin o köçdüyüm həyət evində. Normalda burada çox qonaqpərvərlik görə bilmirsən. Neçə dəfə olubdu ki, bizim evimizdə çox qonaqlıqlar olur. Host eləməyi çox sevirik. Adətən onu biz eləyirik və həmişə balaca bir payok babam demiş, lobidə işləyən işçiləri aparırıq. Həmişə şok olurlar. O qədər gözləmirlər ki, bizim üçün o çox normaldır. Məsələn, kabab bişirirsən, deyirsən, qonşuya da apar, iyi çəkdi. Ürəyi istəyər. Burada sən onu aparıb kiməsə eləyəndə onlar çox şok olurlar. Onlar üçün çox gözlənilməz bir şeydir və mənə elə gəlir ki, bu bizim çox gözəl bir keyfiyyətimizdir Azərbaycanda. Bir-birimizi düşünmək kimi. Məsələn, gedirsən qapını döyürsən, sən qayçımı tapa bilmirəm, qayçı verərsən. Mən burada kiminsə qapısını deyib qayçı istəyə bilərəm. Məni harassmentdən apararlar. Yəqin ki, yenə burada məsələn məncə ştatdan ştata da bir fərq var. Çünki New Yorkda mənim bu mədəniyyət yadımdadır ki, şeyin mədəniyyəti var idi. Binanın superinə Christmasda, bayramlarda, yeni ildə filan qonşular birgə tip yığıb, məsələn, axırda pul verirdilər ya da bir şey eləyirdilər. Burada yoxdur. Yəni ora biraz daha belə sosial ştatdır, yəqin ki, oradan da hardasa gəlir. Amma dediyin şey mən də yaşamışam. Məsələn, burada binaların lobisində konsiyerj oturur da. Yəni o konsiyerjə gələndə evdə bir şirniyyat bişibsə mütləq aparırıq. Çünki öyrəşdiyimiz budur. Onlar şok olurlar ki, yəni niyə gətirdin? Nədir, məqsəd nədir? Amma biz öz mədəniyyətimizi təbii ki, getdiyimiz hər yerdə yaşatmağa, zəngin mədəniyyətimizi başqa ölkələrdə də yaşatmağa çalışırıq. Yadımdadır, Susan var idi. 4 il biz bir apartment kompleksdə yaşadıq. Susan artıq bizə qonaq gələndə o qədər sevinirdi, çünki bilirdi ki, bugün axşam ona dadlı yeməklər gələcək. Və yəni biz artıq gözəl bir şeylə associated oluruq Azərbaycanlı olaraq. Susan'ın beynində belə qalırıq ki, onlar çox qonaqpərvərdirlər, onlar çox əli açıqdılar və dadlı yeməklər yeyirlər.
məsələn. Eləyik, biraz eləyik. Eləyik. Hə, yəni bu sualı biz öz aramızda Zosi ilə deyirik ki, mamanı çox istəyirsən yoxsa papanı sualı qaldı. Qaydandan belə deyirdik. Həqiqətən biraz elə sualdır. Yəni ki, Çox cavabı çətindir. olmayan bir sualdır. Çox fərqli ölkələr, fərqli mədəniyyətlər dünyanın fərqli yerlərində yerləşir. Ona görə təbii ki, bir geniş bir müqayisə üçün düzgün olduğunu düşünmürük. Amma təbii ki, ağlımıza gələn təcrübələrimizdən biraz nəsə dedik sizə. Bəziləri də əslində belə xırda detallar hər dəfə biz öz aramızda danışanda da yadımıza düşür və bəzilərini not alırıq ki, unutmayaq. Ona görə bizə abunə olmağı unutmayın və gələcək epizodlarda biz daha çox mövzuları açıb orada danışacağıq. Bizə abunə olun ki, xəbərdarlıq gəlsin yeni videolarımız haqqında. Bu arada Instagram səhifəmiz də var. Bizi orada da takib edə bilərsiniz. Eyni zamanda artıq çalışırıq TikTok səhifəmizi də promote eləyək. Ona görə əgər TikTokda da varsınızsa, orada da bizə abunə olmağı unutmayın. Çalışacağıq hər platformada biraz daha fərqli kontent paylaşaq ki, sizə də, bizə də maraqlı olsun. Belə bu həftə Zosilər biraz qarışıq oldu, belə New York, Virginia. Xaotik oldu. Tam bir xasiyyət. Tam bizim personalitimizə görə. Tam bizim dostluğumuz da buna oxşuyur. Ona görə nə var odur? Nə var odur? Özünüzə yaxşı baxın. Gedək mikrofonu tapaq Zosi.